həyatında o vaxt əks olunur ki, o xəstə insanın ruhunun axtarışında onu yeraltı və səmavi dünyalarda aramağa məcbur edir. Türk xalqlarının etnoxoreologiyasında müşahidə edilən dairəvi fırlanma hərəkəti şübhəsiz ki, qədim şamanist dünya görüşü ilə bağlıdır. Azərbaycan yağlı rəqslərinin xoreografik məzmununda şamançılıq mədəniyyətinin izlərinin mövcudluğunu aşkar edən Əqidə Ələkbərova bununla bağlı paralellər gətirmiş və yazmışdır. Yağlının ifaçıları oyunun əvvəlində yellənirlər və bununla da özlərini həmin oyuna hazırlayırlar. Bu hərəkət şaman seansında da var. Şamanizmin əsas komponentləri, ayaqların hərəkəti, zərb alətinin səslənməsi və oxumaq yağlıda da var. İfa sürətinin artması nəticəsində ifa iştirakçıların ekstaz vəziyyətinə düşməsi, hərəkətlərin təkrarlanması açıq-aşkar nəzərə çarpır. Əqidə xanımın qeyd etdiyinə görə şamançılıq mədəniyyəti astronomik anlayışlarla sıx bağlıdır. O, yağlıların da xoreografik cəhətdən 2 ayaq, 3 ayaq növə bölünməsini şamanlıqla əlaqələndirmişdir. Etnomusiqişünasın düşüncəsinə görə şamançılıq dünyanı çox qatlı sistem kimi təsəvvür edir. İki qatlıda xeyirxah və ziyankar qüvvələrin bir-birinə qarşı durması. Üç qatlı sistemdə isə ruhlar dünyadan yer üstünə, sonra isə göylərə keçə bilirlər. Yağlılar da xoreografik cəhətdən 2 ayaq, 3 ayaq növlərinə bölünürlər. Zənnimizcə, bütün bu sadallanan mülahizələr qardaş türk xalqlarının birgə yaşayışından, ortaq tarixi və mədəni keçmişindən, adət-ənənələrindən və həmçinin də psixologiyasından xəbər verir. Belə isə, nəticə olaraq onu da qeyd etmək lazımdır ki, Altay dil qrupunun Oğuz qoluna aid olan Anadolu türklərinin və Azərbaycan xalqının günəş və od kultu ilə bağlı olan kütləvi rəqsləri uzun və mürəkkəb inkişaf dövründən sonra yeni məzmunda zəmanəmizə kimi gəlib çatmışdır. İslam dininin təsiri ilə qədim türklərin müqəddəs hesab etdikləri oda və günəşə inam, onların arxayıq düşüncəsindən tarix boyu əsla silinməmiş, əksinə islamlaşmış şəkildə özünü mədəniyyət irsinin müxtəlif sahələrində göstərmişdir. Bunu Uyğur türklərinin səma rəqsində də izləmək olar. Mümkündürmü? Orada Uyğur, Türkiyə, Sama Türkiyə o videoya baxaq. Deməli, Uyğur türklərində bu itmişdir. Son illər onlar bunu bərpa ediblər. Yəni ki, mənbələr də qeyd edir ki, onlar bunu od ətrafında ifa edilmişdir. Amma indi bu səhnəyə gətiriblər. Bu barədə onların 2022-2023-cü illərə aid tədqiqat işləri var. Sərifəddin, Abdullayev və 4 müəllifin bircə məqaləsindən də tanış oldum. Onlar da bu rekonstruksiyasından danışırlar. Səsi biraz... Bunlar Uyğur türklərində. Artıq musiqi dili də fərqlənir, məqam sistemi də seçilir. Deməli, hər xalq özünə ortaq bir xüsusiyyəti saxlıqda, bir simvolika var ki, o qalır. Hərəsi özünə məxsusunu qoruyur. Hətta bu flash mob keçirir 2000-ə yaxın insan rekonstruksiyadan sonra bunu açıq havada ifa edirlər. Məktəblilərdən ibarət flash moblar gördüm. İslamda yox, Çində yox, Qazaxıstanda, Xarəzm. Özbəkistanda, Hə, bu rekonstruksiya olub Xarəzmdə.
var. İlkin autentikliyi qoruya bilmirdi. Çünki bunlar nəyəsə əsasında bərpa edilirlər. İtirilmişdi bunlarda. Görülür Çinin baskısı, yəni. Amma bu sevindirici haldır ki, bunlar öz köklərindən qopmamağa çalışırlar. Gec də olsa ona qayıtmaq üçün təşəbbüslər var. Və bunlarda sama adlanır. Səmavi rəqslərlə əlaqəli deyil. Səma da deyil. Sama. Sama. Sama da ərəb dilindən tərcümədə səma, göy üzü mənasını ifadə edir. Sama. Səma, Türkiyədə belə araşdırmalar var. Səma oyunları, rəqs demirlər, oyunlar. Kırıkhan bölgəsində onlar müqayisəli araşdırma aparırlar səma. Məncə kifayət edərlər, dayandıra bilərik, zəhmət olsun. Bax. Deməli, yekun olaraq onu da bildirim ki, belə rəqslər erkən tarixi mərhələdəki əsas mahiyyətini və funksiyasını itirsə də, Türk xalqlarının mənəvi mədəniyyətində xüsusi əhəmiyyətə malik olan incəsənətin sinkretik növlü sahəsinə çevrilmişdir. Hazırda Azərbaycan və Anadolu türklərinin dairəvi rəqsləri, bayramların, toy düyünlərin, əyləncələrin ayrılmaz atributlarından biridir. Vurğulamaq lazımdır ki, həmin rəqslərin fənlər arası müqayisəli araşdırılması təkcə etnomüzikologiyanın deyil, həm də etnoxoreologiyanın, etnopsixologiyanın inkişafı üçün yeni perspektivlər aça bilər. Zənnimizcə multidisiplinar araşdırmalar dairəvi oyun rəqslərinin inkişaf mərhələlərinin tədqiqi üçün müasir elmi axtarış yollarının başlanğıcı da ola bilər. Diqqətinizə görə çox sağ olun. Sağ olun. Suallarınız varsa, buyurun. Çox geniş ətraflı. Bəli. Geniş ətraflı məlumat. Suallarınızı versin. Suallar varsa, buyurun. Mənim də icazənizlə sualım var. Göstərdiyi bütün bu faktlar empirik səviyyədə. Deyək ki, dairəvi rəqslərin öyrənilməsində, yığılması, müqayisəsi. Mənə maraqlıdır ki, daha müasir metodlar var, araşdırılma metodları. Varmı, yoxmu? Yoxsa bunu özümüz işləməliyik? Mən araşdıranda baxdım ki, Şimalda Sibir türkləri hər xalq özünə məxsus rəqsini araşdırır. Bu tanrıçılıq kontekstində öyrənənlər var, etnoxoreologiya aspektində araşdıranlar var, müxtəlif sahələrdir. Amma bütün türk xalqlarının etnoxoreologiyasında, yəni səma kulturu ilə bağlı ortaq araşdırmalar qarşıma çıxmayıb. Hər halda bu iş davam olunmalıdır. Ola bilər. Perspektiv var. Fikirləşməlikdə üsullar. Müqayisəli tədqiqatlar ola bilər, onların məqam sistemi ilə, yəni biz iki xalqda biz fərqli gördük, onların məqam sistemi, etnoxoreoloji baxımdan, o simvollar nəyi ifadə edir. Sonra hər bir məsələni burada araşdırmaq olar, hər bir nüansı toxunmaq olar. Yəni dərin qatlara enmək vacibdir, məncə. Dissertasiya işinizdə əslində siz o haqda da bir dəfə nəsə seminar ya nəsə də keçirmişdiniz, bilmirəm nəsə. Yox, dissertasiya işində bu sayılanan heç birisi yox. Hə, Aysa, siz ona toxunmuşdunuzmu, onu demək istəyirəm. Ötəri mən salamışdım, onu siz dairəvi rəqslər götürmüşdünüz. Dünya 63 xalqında aşkar olundu dairəvi rəqslər, həm şimalda, həm cənubda. Ortaq deməli tərəfdən, yəni bu dairənin əhəmiyyəti, nə üçün lazımdır. Amma onların türk xalqları kontekstində müqayisəli araşdırma olmuyor. Yəni, amma deməli, mən Anadolu türklərinin alimləri işlərində gördüm ki, onlar sufilərin səmah rəqsləri ilə yallıları müqayisə edirlər, yəni halay adlandırırlar. Anadolu türklərində. Türkiyədə belə araşdırmalar var. Müalicə nöqteyi nəzərdən baxırlar, yəni sümüyün əriməsində, yəni yaşlı adamlarda, orta yaşlılarda, uşaqlarda bu aspektdən baxırlar. Bölgələr üzrə, səhnə geyimlərinə görə, kostyumlara görə baxırlar. Biraz daha desəm səthidir, çünki halayın adını göstərirlər, hissələrinin adını, kim tərəfindən harada toplanıb, o bildirilir. Yəni ki, sırf qarşılıqlı müqayisəli tədqiqat yoxdur. Bir dəfə mənə
Türkər Eroğlu yazdı, o da halayları araşdırır. Mənə təklif elədi ki, sizcə də zamanı çatmayıb ki, bu işi müqayisəli iki qardaşın yaradıcılıqda olan bu halaylara diqqəti yönəldirdi ki, araşdırasın. Dedim ki, verin də məndə bu mənbələr yoxdur. Odur, daha səsi çıxmadı. Ondan sonra dedim ki, yaxşıdır ki, bu o düşünür, bunun zamanıdır. Yəni ki, biz ortaq köklərimizi itirməməliyik. Bizdə nələrsə itirilibsə, qonşu xalqdan biz onu baxıb özümüz bərpa eləməliyik. Məsələn, onların bu bərpa işi stimul verir ki, ümid verir ki, biz eyni kökdən qopa bilmərik. Araşdırmalar aparılan Yanuş Şipoş kimi gerek gezəsən, hər yeri özün, yəni ondan bundan xahiş edəməyəsən. O neynədir Yanuş Şipoş? Düşdü hər yeri, Qazaxıstan, nə bilim Tataristan, çox yeri gəzibdə və ortaya qoyub, onlar da müqayisəli. Atlas yaratır. Öz üsulu ilə və onun özünə məxsul tədqiqat metodları var. Yəni, Gülar sizin dedikcə o yeni tədqiqat üsulunu tapmaq üçün gərək sahəyə özün çıxar. Özün yığan, getməli. heç kəsdən xahiş et, özün hamısını gəzəsən, bilavasitə görəsən. O panoramı özün görməlsən ki, nə etməliyəm. Siz Iğdırda olmuşdunuz səhvələrinizə? Yox, o mən getməmişdim. Siz getmişdiniz? Yox, Əkrəm Məmmədli və oğlu getmişlər, onlar 92 yallı toplamışlar. Hətta Əkrəm müəllim özü danışırdı ki, Naxçıvan bölgəsində demək olar yallılar yoxdur. Biz o 92 yalını güclə Qars, biraz da Urmiya tərəflərindən topladıq. Və mən istədiyim ki, Urmiya, Cənubi Azərbaycan bölgəsində çox gözəl yallar var. Şahsevənlərin o qədər Türkiyədə çoxdur, getmək lazımdır. Qarsda olsun. Amma ən gözəlləri Azərbaycan, Cənubi Azərbaycan. Dəhşət tərəfdə, ona görə də o zona Türklərinki fərqlənir, amma o şahsevən Cənubi Azərbaycan bölgəsi daha bizə yaxındır. Fərqlidir melodiyası. Getmək lazımdır. Amma necə? Buyurun mu? Əvvəla Fatih xanım, gözəl bir mühasirəniz üçün. Belə bir sualım var ki, mənim, məsələn, bu dairəvi rəqslərin, ümumiyyətlə alov rəqsləri ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycan bəstəkarlarının yaradıcılığında hansı bir izləri varmı? Varmı elə bir bizim bəstəkarlarımız ki, məsələn, onlar da bunlara müraciət edir. Çünki bunlar əski türk yaddaşına, kodlarla bağlı olan bir şey. Demək, Azərbaycan bəstəkarları da özləri bir türkdür. Onlarda da bu kod gəlir nəsildən nəsildən. Şuratlı. Və təbii ki, bu olmalı. Məsələn, Rəhlə Həsənova da sufilərə aiddir. Sonra Papanın özündə məsələn alov rəqsi var. Yəni digər bəstəkarlarda da varmı? Var təbii ki. Azərbaycan bəstəkarları götürsək ilk deməli yallıdan istifadə edən Üzeyir bəydən başlamış. Əqidət Əlikbərovun atası Məmməd Əlikbərov. Onun Şərur eskizləri adlı əsəri var. İkinci hissəsində yallıdan istifadə edir. Düzdür, mən onunla tanış ola bilmədim. Onun arxivini tapa bilmirik. Yəni nə arxivlərdə var, nə bəstəkarlar ittifaqında tapılmadı. Amma ki, Nazim Quliyevin kitabında göstərir ki, belə bir var. Cavanşir Quliyevin əsərlərində, Günara xan təsdiqləri, Akşin Ərzadənin baletlərində. Yəni, bütün Azərbaycan bəstəkarlar əsərlərində bu qırmızı xətt kimi ki, Eldar Mansurov. Yəni ki, yaxınlığı hiss edirsinizmi, yəni bu əski yaddaşlarla? Orada o artıq bəstəkar yanaşmasıdır. Autentizm qalmayıb, yox. Bəstəkarlar onu götürür, bir melodiyanı toxuyur, onu bir Kruşova kimi özünə məxsus nəyisə ortaya qoyur. Dəyişir təbii ki, orada yanaşma tərzi olmalıdır. Yəni o elə qalsa o ististat olur. Bəli. Hər halda müəyyən kodlar qalır. Sözü əgər ona qalıb ki, o yallıya istinad edir. Qalmasa hardan götürsün? Qalıb ki... Söhbət burada xoreologiyadan gedirsə, yəni burada biraz sırf xoreografik məsələlər ortaya gəlir. Yəni eyni hərəkətlər, müştərək hərəkətlər axtarıb qoymaq lazımdır. Yəni bu sırf musiqinin aslı dışı deyil. Siz adınızı elə qoymuşsunuz, etna xoreologiya, o da xoreografiya göstərir. Bunlar eyni hərəkətlər. Adını ona görə belə qoydum ki, yəni etna musiqişünası qoya bilməzdim. Çünki bu rəqs sənətidir. Yəni bədən dili götürür, bağlansadır. Rəqsin iki ünsürü var da, bir musiqisi var, bir də ki hərəkəti var. O hərəkət məsələsi biraz bizə çətindir, çünki onun gərək mütəxəssis olasın. Bəli, xoreograflar işləməz. Onun hər hərəkətin öz məzmunu var filan. Bizdə o cəhətdən işlər azdır. Bir Kamal Həsənov yazmışdı, hərəkətləri bir-bir açırdı da, hansı hərəkət var, nə var, onların şəklini çəkirlər. Mən tanış çünki o itirir, sonra itir.
İti, o belə göstərir, 2 addım irəli, 3 addım, o rəqsin prosesini göstərir. Amma simvol baxımından bu əli yuxarı qaldırmağı, bir əli olmaz, aşağı olmaz. Onu yığır. Ondan sonra var bizdə belə iş. Var, məsələn... Kim yazın, koreograflardan söhbət. Yox, koreograf kimi yazmır, amma belə təsir Şərur Yağlıları, Ədalət Kərimli adlı bir araşdırmacı Hərəkətlərini yazır. təsvir eləyib, 2 addım sağa, sola, elmə, əyilmək. Koreografiya məktəbində Çünki olmamış adına olmaz. görə bu